Salam millət, bugünkü dərsimizin mövzusu 9 ayın modeli ilə bağlı olacaq. Deməli millət, mən bu modeli açıqcası demək olar ki, hər yerdə paylaşmışam. YouTube kanalında da izah etmişəm ətraflı şəkildə və YouTube kanalında mən bunun canlı əməliyyatlarını almışam. Sonra Telegram kanalında biz bunu dərsini keçmişik, 4 dərsdən ibarət dərsini keçmişik və bunun back testi olunub, sonra əməliyyatlar izahlı olub, əməliyyatlar alınıb, alınmış əməliyyatlara baxılıb, sonra alınmış əməliyyatlar paylaşılıb və sair və sair və sair. Yəni bu əməliyyatlar Telegram kanalında hamısı paylaşılıb. Dərslərdə keçirilib. İndi bunu YouTube kanalında paylaşmağım odur ki, daha çox insana faydalı olsun. Millət, hər birinizin rahat şəkildə istifadə edə biləcəyi bir strategiyadır. Çox rahatdır və hər biriniz bunu təkmilləşdirə bilərsiniz. Yəni mən sizə bunu basic formada verəcəm. Bunu nə qədər təkmilləşdirə bilirsiniz, təkmilləşdirin. Deyirəm ki, bunun üzərinə order flow əlavə edərsiniz, entrylərinizdə bilmirəm, biasınızda bilmirəm və sair və yaxud da quadrat teoriya əlavə edərsiniz, CRT əlavə edərsiniz, bilmirəm, HST əlavə edərsiniz. Yəni nə əlavə edərsinizsə edin, təkmilləşdirə biləcəyiniz bir modeldir və həqiqətən də gözəl işləyə biləcəyiniz bir modeldir və rahatdır. Çox rahatdır. Bunu hər kəs işləyə bilər. Yəni hər kəs misal üçün açıb bu əməliyyatla trade edə bilər. Sadəcə dediyim kimi bunun biraz üzərində işləməli olan bir modeldir. Deməli, keçirik Nasdaqda saatlıq qrafikə və biz burada 9 şamını gözləyirik. İndi deməli bu həftə 4-cü gündə hal-hazırda və 3 gün olub. 3 gün ərzində nələr baş verib, onlara baxırıq. Aydınmı? Yəni 3 gün ərzində nə qədər əməliyyatlar olub, onlara baxacağıq. Mənim tövsiyəm burada olacaq, millət, stabil 2R alasınız. Amma daha böyük hədəflər ala bilərsiniz. Mənim tövsiyəm olacaq ki, stabil 2R alasınız. Yəni 2R alın və marketdən çıxın. Çünki 2R az deyil, həqiqətən gözəldir və ölkədə həqiqətən də 2R yəni hər kəs məsəl üçün trade edə bilmir. Ona görə bu sizin üçün düşünürəm ki, çox gözəl bir strateji olacaq. Ekstra olaraq millət, burada bunun sevdiyim tərəfi nədir? Gün ərzində 1 və yaxud da 2 dəfə maksimum olduğu üçün sizə bir intizamla formalaşdıracaq, bir disiplin də formalaşdıracaq. Çünki sizin ala biləcəyiniz maksimum əməliyyat limiti var. Aydınmı? Yəni maksimum əməliyyat limiti var. İstəsəniz də belə çox əməliyyat ala bilməyəcəksiniz bu strategiya ilə əgər ki işləsəniz. Deməli, təbii ki, bu sizin mən öyrətmə məqsədli öyrətmişəm. Yəni burada istifadə etsəniz gözəl, istifadə etməsəniz də belə fərqi yoxdur mənim üçün. Əsas olan sizə nəsə bir qatqısı olsun. Deməli, burada biz keçirik millət. Birinci gün olan əməliyyata baxırıq. Bizə lazımdır 8 şama. 8 şamına high-ın və low-un qeyd edirik. Sonra keçirəm 1 dəqiqəlik zaman çərçivəsinə. Mən bunu 1 dəqiqəlik zaman çərçivəsinə trade edirəm. Deməli, 1 dəqiqəlik zaman çərçivəsinə keçdikdə və burada mənim gözləntim nədir? Market, bax bunu etsin. 8 şamla high-ın təmizlədikdən sonra atsın özünü aşağı. Yaxud da ki, 8 şamının lovunu təmizlədikdən sonra özünü atsın yuxarı. Burada belə düşünə bilərsiniz ki, millət, bu 8 şamın özü bir rangedir və bunun qıraqlarına çıxdıqda market manipulyasiya edir. 8 şamın high-ın üzərinə çıxdıqda bura manipulyasiya olmuş olur, bura distribution olur. 8 şamının aşağısına düşdükdə bura manipulyasiya olmuş olur və bura distribution olmuş olur. Aydındır mı? Yəni 8 şamı bir IMD-nin akkumulyasiyası kimi düşünün. Manipulyasiya və distribution trade edəcəyik. Deməli, burada gözləntimiz marketin 8 şamla bir tərəfini təmizləməsidir. Aha, görək necə edəcək. Deməli, burada yuxarı at düzün. Entrylər millət. Burada FVG-dən edə bilərsiniz, FVG-dən edə bilərsiniz. Bilmirəm, yəni burada disk-dən edə bilərsiniz. Bu sizə blokdan edə bilərsiniz. Sizə qalmışdı. Mən burada disk-dən daha çox tövsiyə edirəm. Hətta burada FVG var. Misal üçün burada limit atma olur. Amma birinci disk formalaşmasına diqqət edərəm. 2R. Mən özüm şəxsən buralara trade edirəm açığı. 8 şamın lovuna qədər. Amma tövsiyəm burada 2R və yaxud da burada likvidliklər var bir-birinə yaxın. Buraları hədəfləyə bilərsiniz. 2R gözəldir və yaxud da 2.2. 2.2R trade edin. Stabil 2.2R. Demək burada 1% daxil olacaq. Lap belə düşünək. Düşünək ki, 50 minlik fon hesabı almışsınız və onu keçmək üçün sizə lazımdır 3000 dollar və siz 1%-dən daxil oluruq. Deməli, görək burada necə olacaq. 500. Aha, 1%-dən daxil oluruq. Deməli, burada diqqət etsəz millət nə var?
Entry bax, burada entry etməniz üçün başqa bir situasiya yoxdur. Yəni misal üçün bu qrafik açmısınızsa bir dənə entry burdadır. Başqa bir entry situasiyası yoxdur. Ona görə yəni deyirəm ki, bu əməliyyatdan başqa əməliyyat situasiyası da yoxdur yəni. Deməli əməliyyat aldı bizi. Aha, take profit. Bu şəkildə bir entry etdi. Millət, distribution trade etdiyimiz üçün, yəni market çox sərt şəkildə özünü atır aşağı. Bu hissə qaldı manipulyasiya. Aydındır və bu şəkildə market özünü atdı aşağı. Dediyim kimi mən normalda low da hədəfləyirəm. Çünki oranın alma ehtimalı çox yüksək olur və alır. Nəysə, keçək növbəti günə. Burayla bağlı düşünürəm ki, mövzunu başa düşdünüz. Növbəti günə keçək. Burada long da var. Longu izah etmirəm. Çünki bunu Telegram kanalında mən yetərincə izah etmişəm. Dərsləri keçirilib. Deməli, burada diqqət etsəz millət, yenə 8 şamı biz qeyd edirik və bizə lazımdır, unutmadan deyim, marketdə high time frame-də mütləq və mütləqdir ki, bizə lazım olan 2 level. Yəni, marketdə mütləq ki, bir önəmli səviyyə olmalıdır. Burada önəmli səviyyə hansıdır? Blok. Və biz burada nə edirik? 8 şamla lovunu qeyd edirik. Niyə lovunu? Çünki 2 level buradadır. Və düşən bir şamda bilinir ki, aşağıda bağlanıb açılma ehtimalı daha yüksəkdir və 8 şamın high-ını da qeyd edirik. Amma yox, high-ı alsa market orada bizim üçün bir 2 level olmadığı üçün əməliyyata girməyəcək. Deməli, burada belə bir entry. Market 8 şamın lovunu götürdü və belə bir burada manipulyasiya oldu. Düzdür, çox kiçik manipulyasiyadır. Amma burada marketi yüksəltmək olar. Çünki qaydamıza uyğundur. Ekstra olaraq deməli, burada bizə ən lazım olan situasiyalardan biri, dediyim kimi, marketin entry edən zamanı siz nədən entry edəcəksiniz? Disdən, blokdan və s. nədirsə onu mənim tövsiyəm dis blok ola bilər. 2.2R. Elə high da təsadüf eləyir. Deməli, biz yenə də neçə arla daxil olacağıq? 1 dəqiqə 14, 12, 13. Aha. Deməli, millət, az öncə biz 1100 dollar götürdük də, düzdürmü? 3000'lik profitimizdən 1% daxil olduq, 1100 dollar çıxdıq. İndi burada da take profit olsa, deyirəm ki, karı al, stop. Biz götürəcək 1100, yəni 2200 profit olmuş olacaq. 2200 profit olmuş olacaq. Əgər uğursuz olsa, 550. Elə bir şey olmalı. Belə bir take profit alındı. Bax, həftənin ikinci gündür və başqa heç bir əməliyyat situasiyası verməyib. Sadəcə bunu verib və bu da take profit. Düzdürmü? Bunu verib və bu da take profit, başqa heç bir əməliyyat situasiyası verməyib. Deməli, millət, əməliyyatları bu şəkildə market keçib, high time frame-də hardan dönüm? High time frame-də mütləq 2 level qeyd edirik və keçirik low time frame-də əməliyyatımızı dəyərləndiririk. Keçirik 3-cü günə. Çox gözəl yüksəlib. 3-cü gün saat 8 şamı qeyd edirik. 5, 6, 7, 8. Aha. Deməli, 8 şamı qeyd etdik burada. High-ını və low-unu. Burada bir blok var. Yəni 2 levelimiz var. Aşağıda da bir FVG-miz var. Yəni hansını alsa biz əks istiqamətdə əməliyyat dəyərləndirə bilərik. Market çox sərt qalxdı. Yəqin ki, high götürdü. Tamam, high götürdü. İndi blok yaratsa biz əməliyyata daxil olacağıq. Okay, bir hələ disk yaratmayıb. Blok var, amma disk yaratmayıb. Tamam. Səbirlə gözləyirik. Atdı özünü aşağı. Burada əməliyyata daxil olduq. Hədəfimiz 2.2R. Belə bir əməliyyata daxil olduq. Deməli, bizə lazımdır 22. Aha. Yəni 1100. Əslində bizə 1100 yox. Hətta lazımdır 800. Çünki 2200 var idi. Olsun. Bu şəkildə bir əməliyyata
daxil oldu. Aldı bizim market. Hı hı. Burada tamam deməyə ehtiyac olmadı və belə bir take profit. Yenə başqa bir əməliyyat situasiyası verməyib ki, deyim ki, yox burdan misal üçün başqa bir əməliyyatla girərdiniz. Misal üçün yəni bu take profit oldu, digəri stop. Yəni bir dənə bu verib və bu da take profitdir. Nəysə bu şəkildə əməliyyatlar alınır. Deməli millət, ümumiyyətcə bu model yəni sizin öyrənməniz üçündür, özünüzü təkmilləşdirməniz üçün. Ola bilər bundan daha da yaxşı modeliniz var əlinizdə, ondan işləyin, amma yox, heç bir strategiyanız yoxdur və özünüzə strategiya axtarırsınız, bundan yoxlaya bilərsiniz və bunu təkmilləşdirə bilərsiniz, aydındırmı? Təkmilləşdirmək istəsəz Telegram kanalına gəlib orada özünüzün versiyalarınız varsa əlavələr də edə bilərsiniz. Hətta bir bölümü açaram, bu modellə bağlı, orada öz əməliyyatlarınızı paylaşa da bilərsiniz. 9 ayın modeli ilə bağlı. Bunun adının bir fərqi yoxdur əslində. Yəni belə bir işləyən bir modeldir. İnanıram ki, hər birinizə gözəl bir, deyəlim ki, əməliyyatlar verir, qazanc verir Allahın izni ilə. Bu qədər millət. Hər biriniz Allaha əmanada o zaman. Sağ olun. Allaha əmanada.